Suriya hökumət qüvvələri devrilmiş prezident Bəşər Əsədin tərəfdarı olan silahlıları zərərsizləşdirib. Bu barədə keçid hökumətinin Müdafiə Nazirliyi açıqlama yayıb. Bəyanatda deyilir ki, Lazqiyə və Tartus vilayətlərində keçmiş rejimin qalıqlarını zərərsizləşdirmək mümkün olub. Bununla da təhlükə aradan qaldırılıb və regionun təhlükəsizliyi təmin edilib. Hərbi əməliyyatın başa çatdığını elan edən Nazirlik dövlət qurumlarının fəaliyyətinin bərpa olunduğunu bildirib. Təhlükəsizlik qüvvələri gələcəkdə Əsəd tərəfdarlarının silahlı hücumlarının təkrarlanmaması üçün plan işləyib hazırlayıb. Martın 6-sında Lazqiyə, Tartus və Homs vilayətlərində təhlükəsizlik qüvvələri ilə Əsəd tərəfdarları arasında şiddətli toqquşmalar başlayıb. Adı çəkilən vilayətlərə hərbi dəstələr və zirehli texnika cəlb edilib. Suriyada İnsan Hüquqlarının Müşahidəsi qrupunun yaydığı məlumata görə 3 gün ərzində həlak olanların sayı 1300 nəfəri ötüb. Onların 830-u mülki şəxs, 231-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, 250 nəfəri isə Bəşər Əsədin də təmsil etdiyi Ələvi icmasının üzvləridir. Baş verənlərlə bağlı çıxış edən Suriyanın keçid dövrü prezidenti Əhməd Əş-Şara, Əsəd tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurmanın günahkarlarının məsuliyyətə cəlb olunacağını bəyan edib. O, xarici qüvvələrin ölkədə çaxnaşma yaratmaqda maraqlı olduğunu bildirsə də, konkret ad çəkməyib. Biz yeni təhlükə ilə üz-üzəyik. Keçmiş rejimin qalıqları və onların arxasında duran xarici qüvvələr ölkəmizi parçalamaq, onun birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni qiyam qaldırmaq və ölkəmizi vətəndaş müharibəsinə sürükləməyə cəhd edir. Biz silahlı qüvvələrə və dövlət qurumlarına qarşı cinayətlər törətmiş, devrilmiş rejimin qalıqlarının əməllərinə dözməyəcəyik. Onların bir seçimi var. Dərhal qanun qarşısında təslim olmaq. Fərda Abbasova, ASTV Xəbər.